sual çox məşhur bir sualdır. Sualda qayda belədir ki, burada duran x bucağı bərabərdir alfa, beta və qammanın cəmini. Digər tərəfdən bizə verilən şərtə əsasən bu tənlikləri tərəf-tərəfə toplasaq, alarıq ki, 3x çıxılsın alfa, beta, qamma bərabərdir bunların cəminə, yəni 330 dərəcəyə. Buradan isə alfa, beta, qamma 3x çıxılsın. Bu üçünün qabağına mənfini atsaq, mötərizənin içində qalar alfa, beta və qammanın cəmi bərabərdir 330. Və bunların cəmini biz burada x olduğunu görürük. 3x çıxılsın x bərabərdir 330. 2x bərabərdir 330. X-i tapmaq üçün 332-yə bölərik. 165 dərəcə.